Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "Ya Şəddad ibn Aws, İzə rəaytən-nas iktanazu əz-zəhəb vəl-fidda fəktəniz bihəzihil kəlimət, bihəuləyil kəlimət." Deyir ki, əgər görsən insanlar qızıl gümüş topluyor, deyirsən bu kəlmələri topla. Yəni subhanallah, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin nə qədər gözəl, yəni yönətməsidir. Və deyir ki, denən ki, Allahumma inni əsəlükə səbətə fil əmr vəl-əzimətə alə-rüşd. Allahım səndən işdə sabit olmağı. Yəni işdə biz izah etdik nə idi, orada nələr qəsd olunur alimlərin şərhində. Və bu hədisi İmam İbn Rəcəb Məsaildə şərh edib bu, yəni duanı. Və həmçinin yəni müasir alimlərdən, şeyxlərdən də bu duanı şərh edən olub. Və deyir ki, "Əl-əzimətə alə-rüşd." Yəni səndən rüşd üzərində, yəni haqq yol üzərində, yəni əzimət istəyirik və bunu da izah etmişdik. "Əsəlükə mucibəti rəhmətik və əzəymə məğfirətik." Sənin rəhmətini vacib edən şeylər və məğfirətini gərəkdirən şeyləri səndən istəyirəm. Və qalmışdıq burada. "Əsəlükə şükra ni'mətik." Hətta onunla da danışdıq. Deyil mi Malik? Öyle qardaş. Deməli, sonra deyir ki, "Və husnə ibadətik." Qalmışdıq. "Və husnə ibadətik. Və əsəlükə qalbən səliman, və sənə sadiqan, və əsəlükə min xeyri mə tə'ləm, və əudukə min şərri mə tə'ləm, və əudu bikə min şərri mə tə'ləm, və əstəğfirukə limə tə'ləm, innəkə əntə əlləmul quyub." Duanın yerdə qalan hissəsinin tərcümə olunur ki, səndən gözəl ibadət etmək istəyirəm, və səndən salamat qəlb istəyirəm, və səndən doğru dil, sadiq dil istəyirəm. Və əsəlükə min xeyri mə tə'ləm. Bütün bildiyin xeyirləri mənə yönət. Və əudu bikə min şərri mə tə'ləm. Sənin bütün bildiyin şərlərdən məni uzaq, yəni sənə sığınıram. Yəni bütün bildiyin şərlərdən mən sənə sığınıram. Və əstəğfirukə limə tə'ləm. Yəni sənin bildiyin bütün günahlardan da sənə istiğfar edirəm, bağışlanma edirəm. İnnəkə əntə əlləmul quyub. Və sən həqiqətən qeybləri bilən, yəni Allah Azza və Cəllə sən Rəbsən. Və qalmışıq husnə ibadətik hissəsində. Deyir ki, səndən husnə ibadətik istəyirəm. Dedik ki, bu barədə Peyğəmbər sallallahu əleyhi və səlləmdən yəni ibadətin, doğru ibadət, husnə ibadət istəmək haqqında digər hədislər də varid olub. Necə ki, Muazın hədisində Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, "Ey Muaz, hər fərz namazının axırında lə tədəannə dubura kulli salatin ən təqulə Allahumma a'inna alə zikrikə və şükrikə və husnə ibadətik." Allahım, bunu hər fərz namazının yəni axırında bunu deməyi unutma. Allahumma a'inna alə zikrikə. Allahım, səni zikr etməyə, sənə şükür etməyə və sənə husnə ibadətik, gözəl ibadət etməyə yəni yardım et mənə.